Leyla xanım, hamı şuuraltıdan danışır. Bəs bu nə deməkdir? Biz özümüzü necə dəyişə bilərik? Bəli, hamı şuuraltıdan danışır. Təsəvvür eləyin, bu beynimizin bir anbarıdır. Və uşaqlıqdan hiss etdiklərimiz, gördüklərimiz, təcrübə etdiklərimiz hamısı bu anbara yığılır. Yəni uşaqlıqda bizə sən yetərsizsən deyilibsə, biz istədi-istəmədi böyüyəndə də bunu sübut etmək üçün bir həyat sürəcəyik. Avtomatik şəkildə. Və yaxud da ki, pul qazanmaq çətindir. Siz nə qədər işləyirsinizsə işləyin, həqiqətən də sizə pul qazanmaq çətin olacaq. Çünki artıq şuuraltınızda bu proqram var. Təsəvvür edin, bu avtomatik işləyən bir proqram kimidir. Kompüter fonunda işləyən proqramlar kimi. Və siz həyatınızı dəyişmək istəyirsinizsə, artıq dönüb şuuraltınızda olan inanclara baxmalısınız. Bu necə baş verir? Yəni həyatımda nə düzgün getmir? Buna hansı inancım səbəb olar? Bunları sorğulamaq lazımdır. Artıq elm adamları da sübut eləyib ki, şuuraltımız həyatımızın 95%-ni idarə edir. Yəni avtopilotda həyatımızı yaşayırıq və əgər həyatımızı dəyişmək istəyiriksə, mütləq şəkildə sükanı öz əlimizə almalıyıq və sükanı öz əlimizə almaq üçün şuuraltı inanclarımıza baxmalıyıq.